Salam əziz tələbələr. Bugün sizlərlə şəkil əlaqələri dərsinin ikinci səviyyəsini çəkəcəyik. İkinci səviyyə ilk sual. İlk sualda biz bu ikisini birləşdirməliyik və sağdakı fiquru buna tamamlamalıyıq. Gəlin baxaq. Deməli, bunu bunun üzərinə çəkirik. Daha sonra bu fiqura yox, bu fiqura baxırıq və bu fiquru buna tamamlamalıyıq. Tamamlayaq. Bu hissə yoxdur, bu hissə yoxdur və bu hissə yoxdur. Cavabım isə bunun üzərinə çəkdiyim hissə olur. Gəlin baxaq. Cavabımız olur D variantı. Növbəti sualımız ikinci sual. İkinci sualda yenə bu fiquru bunun üzərinə çəkirəm. Ortadakı xətti də çəkək. Və bunu tamamlamalıyam buna. Bu qədər. Deməli, alınan mənim bunun üzərinə çəkdiyim cavabdır. Yəni, bunun üzərinə çəkdiyim mənim cavab olur. Sağ tərəfdəki fiqurun üzərinə çəkdiyim cavab olur. Gəlin baxaq. Deməli, cavab olur C variantı. Növbəti sualımız üçüncü sual. Üçüncü sualda yenə fiqurumuzu çəkirik. Və buna tamamlayırıq. Bu xətt yoxdur, bu xətt yoxdur. Bir də dairənin bu hissələri yoxdur, gördüyünüz kimi. Dairənin bu hissələri yoxdur. Qalan hər şey olduğu kimi. Burada necə varsa, burada da var. Deməli, cavabımız bunun üzərinə çəkdiyimiz olur. Baxaq, cavab olur A variantı. Gördüyünüz kimi A variantından eynidir. Növbəti sualımız dördüncü sual. Sual 4-də. Yenə üst-üstə çəkirik. Bu xətti çəkdik. Bunu çəkək. Buradan keçən bu xətti çəkək və yuxarıdan aşağı gedən bu xətti çəkək. Və indi bunu tamamlayırıq. Bunu tamamlamaq üçün ilk növbədə yuxarıdakı xətt yoxdur. Sonra ortadan gedən uzun xətt yoxdur. Aşağıdan gedən xətt yoxdur. Yuxarıdan aşağı gedən düz xətt yoxdur. Buradan aşağı düşən balaca düz xətt yoxdur. Qalan hər şey mövcuddur. Yalnız bunlar yox. Gəlin görək hansı cavab variantıdır. Cavab variantımız olur Y variantı. Növbəti sualımız 5-ci sual. 5-ci sualda çəkilişimizi eləyək. Və bunu digər hissəyə tamamlamaya çalışaq. Deməli, buradan keçən xətt yoxdur. Bu xətt yoxdur. Bu xətt yoxdur. Bu xətt yoxdur. Bu xətt yoxdur və bu xətt yoxdur. Qalan hər şey oradakı ilə eynidir. Və sürüşdürək görək cavabımız hansı cavab variantıdır. Cavabımız B variantıdır gördüyünüz kimi. B variantından eynidir. Növbəti sualımız 6-cı sual. 6-cı sualda fiqurumuzu çəksək. Bu hissələri çəkdik və sağ yuxarı ilə sol aşağı da çəkdik. İndi bunu tamamlayaq. Ortadan keçən düz xətt yoxdur. Yuxarıdan aşağı keçən xətt yoxdur. Soldan sağa doğru əyilən xətt yoxdur. Aşağıdakı bu xətt yoxdur və yuxarıdakı bu xətt yoxdur. Qalan hər şey eynidir. Baxaq. Deməli, cavab variantımız hansı variant olur? A variantı. Ortadan keçən xəttin bu arada uzun olmalıdır. Gördüyünüz kimi burada uzun versiya ilə verilib. Cavab olur A. Növbəti sualımız 7-ci sual. 7-ci sualı çəksək. Deməli, bununla bunu üst-üstə çəksək, ortadakı xətt yoxdur. Bu yoxdur, bu yoxdur, bu yoxdur və bu yoxdur. Və bu hissələr də yoxdur təbii ki. Bir, bu hissədir, bir də aşağı hissə. Deməli, sağdakını tamamlamalıyıq. Sağdakını tamamlayanda elə kvadratın özü birbaşa yoxdur. Kvadratın özü birbaşa yoxdur.
Buradakı xət yoxdur, gördüyünüz kimi. Buradan aşağı gedən xət yoxdur. Buradan sağa gedən xət yoxdur. Həmçinin sola gedən də xət yoxdur. Sonra buradan sağa gedən və çarpaz gələn xət yoxdur. Gördüyünüz kimi bu xət yoxdur. Bu xətləri çəkdik. Başqa hər şey gördüyünüz kimi eynidir, qaydasındadır. Cavabımız bunun üzərində çəkdiyimiz olur təbii ki, həmişəki kimi. Və cavab variantımız hansıdır? B variantı. Növbəti sualımız 8-ci sual. 8-ci suala baxsaq, xəttlərimizi çəksək. Bu xəttlər var, bunları çəkməyə ehtiyac yox. Bu uzun xəttin sadəcə bu hissəsi yoxdur, aşağı hissəsi yoxdur. Ortadan gedən xətt burada da var, burada da var. Üst-üstə çəkməyin mənası yoxdur. Bir bu xətt yoxdur, bir də bu xətt yoxdur. Qalan hər şey burada var. Növbəti çəkək. Deməli, bu xətt yoxdur, 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 bir də buradakı xətt yoxdur. Qalan hər şey burada mövcud olduğu kimi sağ tərəfdə də var, sol tərəfdə də var. Baxaq. Deməli, bizim cavab variantımız olur A variantı, gördüyünüz kimi. Növbəti sualımız 9-cu sual. Baxaq 9-cu suala. 9-cu sualda çəkək. Bu yoxdur, bu yoxdur. Yuxarıdan aşağı düşən xətt yoxdur. Bir də bu hissələr yoxdur. Bu hissələr yoxdur. İndi bunu tamamlayaq. Təbii ki, kvadrat hissə ortada mövcud deyil. Kvadrat hissə yoxdur. Plus yoxdur. Və bu hissələr yoxdur. Bu yoxdur, bu yoxdur, bu yoxdur, bir də bu yoxdur. Qalan hər şey burada var. Deməli, cavabımız olur gördüyünüz kimi C variantı. Yuxarıdan aşağıda sürüşdürsək, C variantını görə bilərsiniz. Növbəti sualımız, deməli, 10-cu sual. Sual 10. Sual 10-a baxaq. Sual 10-da deməli. Tamamlasaq fiquru, deməli, bu hissə yoxdur, bu hissə yoxdur. Ondan sonra, bu hissə yoxdur, bu hissə yoxdur. Ondan sonra, bu hissə yoxdur, bu hissə yoxdur. Və son olaraq bu hissə ilə bu hissə yoxdur. Deməli, bunu birləşdirdik. Və gördüyünüz kimi mərkəzdəki bu kəpənəyə oxşar fiqur var. Sadəcə qıraqları yox. Bu hissə, bu hissə, bu hissə, bir də bu hissə. Qalan hər şeyi eynidir. Orta eynidir, mərkəz. Sadəcə qıraqlar yox. Cavabım olur A. Bunu çəkib aşağı görə bilərik. Yəni, cavab olur A. Mərkəz nöqtəsi də buradadır. Növbəti sualımız 11-ci sual. Sual 11. Sual 11-də. Deməli, mərkəzdəki dairə hissəsini çəkək. Bir də uzun dairələri çəkək. İndi bunu tamamlamalıyıq. Bu dairənin yarısı yoxdur. Bu dairənin də yarısı yoxdur. Və ortadan keçən düz xət yoxdur. Qalan hər şey olduğu kimi var. Gəlin, baxaq görək cavab variantımız hansı variantdır? Cavab olur D variantı. Növbəti sualımız 12-ci sual. 12-ci suala baxsaq. Bu xətti, bu xətti, bir də bu xətti çəkməliyəm. İndi bunu sol tərəfə tamamlamalıyam. Deməli, bu xətt yoxdur. Aşağıdan gedən xətt yoxdur. Bu xətt yoxdur. Bir də bu xətt yoxdur. Qalan xəttlər gördüyünüz kimi var. Burada da açıq aydın görsən ki, cavab variantı hansıdır? B variantı. Bunu aşağı sürüşdürməyə belə ehtiyac yoxdur. Növbəti sualımız 13-cü sual. Sual 13-ə uyğunluqdur. Necə bir uyğunluq? Deməli, ilk növbədə fiqurların üst hissəsinə baxsaq, görərsiniz ki, 2 xətt var, 1 xətt var və 3 xətt var. Eyni ilə ortada da 2 xətt var, 1 xətt var və 3 xətt var. İndi burada 1 xətt var, 3 xətt var. Neçə xətt yoxdur? Təbii ki, 2 xətt yoxdur. Yuxarıda olmalıdır 2 xətt.
Yuxarı hissədə 2 xətt olmalıdır. B getdi, Y getdi, C getdi. Burada da sağ tərəflər fərqlənir, sol tərəflərdə fərqlənir. Aşağılarda 3-3-dür. Ya sağa baxım, ya sola. Fərqi yox. Gəlin baxaq. 2 xətt var, 3 xətt var, 1 xətt var. 2 xətt var, 3 xətt var, 1 xətt var. 3 xəttlə 1 xətt var. Sağ tərəfdə nə yoxdur? Yenə 2 xətt yoxdur. Deməli, D variantı getdi, qaldı cavab A variantı. Növbəti sualımız deməli 14-cü sual. Baxaq 14-cü suala. 14-cü sualda da biraz bayaqki sualla demək olar ki, oxşardır. Gəlin baxaq. Yuxarıda deməli ancaq 4 xətt olub ilk zərgədə. 3 xətt olub ikinci zərgədə və burada da 2 xətt. 2 xətt təbii ki, yuxarıda da olacaq 2 xətt. Yəni 4, 3, 2. Sütunla da baxa bilərik. Sütunla 1 biraz azala gedib. Burada 2 xətt olmalıdır. A variant getdi. Sağ tərəflərə baxsam. 2 xətt olub, 3 xətt olub, 1 xətt olub. 2 xətt olub, 1 xətt olub, 3 xətt olub. 1 ilə 3 xətt var. Nə yoxdur? Yenə 2 xətt yoxdur. Sağ tərəfdə 2 xətt olmalıdır. Buradan da Y variantından C variantı gedir. Qaldı ya B ya da 2D. Alt hissəyə baxsaq kifayət edir. Sağ tərəflər ikisində də 3-dür. Baxaq. 3 xətt var, 2 xətt var, 1 xətt var. 4 xətt var, 3 xətt var, 2 xətt var. Deməli, bir biraz azala gedib. 4, 3, 2. 3, 2, 1. İndi 5, 4 olacaqdır nə? 3. Alt hissədə 3 dənə olacaq. Deməli, D də getdi, qaldı B variantı. Növbəti sualımız 15-ci sual. 15-ci suala baxaq. 15-ci sualda biz baxırıq, deməli nəyə? Baxın, burada 4 dənə çubuq var. Burada 3 dənə çubuq var. Burada isə 1 dənə çubuq var. Birincidən ikincini çıxıbdır və qalıbdır 1. Amma hansında qalıb? İçəridə olanda da. Yəni burada 3 dənədir. 3 dənə ilə 3 dənə getdi. Və nə qaldı? 1 qaldı. Amma harda qaldı? İçəridə qaldı. Çünki içəridəkinin sayı daha çoxdur. Sonra bax 5, 2. Qalıbdır 3. Yenə 5-dən 2-ni çıxanda 2 buradan gedir, 2 də buradan gedir. 3 dənə qalır. Harda qalır? Yuxarıda. Niyə yuxarıda qalır? Çünki yuxarıda saylar çoxdur. Yəni kvadratın çölündəki saylar çoxdur. Burada 5 dənə, 5 dənə də burada. Çıxsam bir-birindən buradan da 5 gedir, buradan da 0 qalır. Yəni cavabım olur D variantı. Növbəti sualım 16-cı sual. 16-cı sualda da bayaqki sualla demək olar ki, oxşardır. Yenə çıxma əməliyyatıdır. Burada 5 dənə xətt var. 5-dən çıxıbdı 2-ni. Gəlin çıxaq. 2 dənə buradan gedir, 2 dənə də buradan gedir. 3 dənə xətt qalır. Amma bu KAMAZ işarəsi qalır. Yəni də bu maşın işarəsi qalır. Niyə? Çünki bunun üstündə olan xəttlərin sayı daha çoxdur ki, bu qalıbdır. Sonra burada yenə 5-dən çıxıram 3-ü. 3 buradan gedir, 3 də buradan gedir. Və qalır 2. Amma harda ki 2 qalır? Təbii ki, bu KAMAZ üzərindəki 2 qalır. Çünki burada daha çoxdur xəttlərin sayı. Burada da 3-dən çıxacam 2-ni. Buradan 2 dənə ilə, buradan 2 dənə gedəcək, qalacaq 1 dənə. Amma bu maşın işarəsi qalacaq, çünki bunun üzərində olan xəttlərin sayı daha çoxdur. Yəni cavabım olur nə? A variantı. Növbəti sualım 17-ci sual. 17-ci sualda kubların sayılmasıdır. Biz kubları necə sayırıq? Enindəkilərin sayını uzunundakılara vurmaq. Gəlin baxaq. Burada 1, 2, 3, 4, 5 dənə. Enində 1, 2, 3, 4 dənə. 5 vurulsun 4. 20 dənə bu eləyir. 5 eni, 4. Daha doğrusu 5 uzunu, 4 eni. Vururam bir-birinə 20. 20 dənə var. Üstə gələk. 1, 2, 3 vurulsun. 1, 2, 3 vurulsun 2. 6 dənə. Üstə gələk. Və üst hissədə gördüklərim. 1, 2, 3, 4. 4. Siz ümumilikdə bunu 5-i 4-ə vuranda bu 20 dənənin içərisində alt hissədə neçə dənə kub varsa hamısını saymış olsun. Bunları da cəmləyəndə eləyir 30 dənə. Burada 30 dənə kub var. Növbəti suala keçid eləyək. Növbəti sualımız 18-ci sual. 18-ci sualda baxsaq. Deməli, yenə enli uzunluğa vuracam. 1, 2, 3, 4, 5 uzunu. 1, 2, 3, 4 eni. 5 vur 4. 20 dənə budur.
1, 2 dənə budur. Bunu niyə belə saydım? Çünki burada ödət çıxmışdı və yan tərəfləri dolu deyildi. 2 dənə budur. Ondan sonra buranı yenə enli uzunluğa vura bilərəm. Və burada xətlə saymağı unutmayın. Baxın, 1 xət, 2 xət, 3 xət, 4 xət, 5 xət. Bu da 1, 2 xət. 5 vur 2. Yəni neçə dənə eləyir? 10 dənə. Üstə gəlsin, yuxarı da tək-tək saya bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. 9 dənə də budur. Və bunları toplayırıq. Bunlar eləyir 41 dənə. Burada kub var. 41 dənə kubumuz var. Növbəti sualımız 19-cu sual. 19-cu suala baxaq. 19-cu sual rahatdır. Hər bir hissəni enli uzunluğa vurmaqla toplaya bilərəm. Deməli, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4. Yenə 20 dənə üstə gəlsin. 1, 2, 3, 4, 1, 2, 3. 12 üstə gəlinsin. 1, 2, 3 vurulsun. 1, 2, 6 dənə və üstə gəlinsin 1, 2, 3 dənə. Bunları toplayanda 32, 38, 41 dənə burada nəyim var? Kubum. Növbəti sualımız 20-ci sual. 20-ci suala baxsaq, 20-ci sualda da yenə rahat bir şəkildə saya bilərik. 1, 2, 3, 4, 5, 6, 7 vurulsun 3. 21. 1, 2, 3, 4, 5 vurulsun 3. 15. 1, 2, 3 vurulsun 3. 9 və 1, 2, 3. Bunları cəmləyirəm. 45, 48 dənə burada nəyim var? Mənim kubum var. Növbəti sualım 21-ci sual. 21-ci sualda. 21-ci sual burada demək olar ən qəliz suallardan biridir. Burada ön hissəni mən ilk növbədə rahat bir şəkildə sayıram. 1, 2, 3, 4, 5 və düşünməliyəm ki, bu kubun altında da biri var. O deyilir 6 dənə. Yəni saydığınızı çalışın ki, bir də saymayın. 6 dənə ön hissədə, baxın, kub var. 6 dənə ön hissədə kub var. Üstündə qırmızılar olan saydığım hissədir. 6 dənə ön hissədə kub var. Ondan sonra bu alt zərgəni saya bilirəm. Baxın, xətlə. 1, yəni bunu fərqli rənglə qeyd edək ki, daha rahat aydın olsun. Aha, 1, 2, 3, 4, 5. Görürsünüz, xətlə 1, 2, 3, 4, 5. 5-in 2-yə. 5 vur 2. Bu eləyir 10 dənə. 6 plus 10. Sonra 1, 2, 3, 4 dənə buradadır. Plus 4. Və bir dənə qaldı arxa bu hissə. Buraları da saymışam. Ön hissələri də saymışam. Yəni bir dənə arxada bu hissə qaldı. Yuxarı. Hətta bu cərgənin üstü demək olar. Deməklər, burada uzunluğunda 1, 2, 3, 4, 5 dənə. 5 dənə bu hissədədir. Baxın bu cərgədə. 1, 2 dənə də üstündə. 7 dənə. Ümumilikdə 7 dənə də arxada nə var? Kub var. Və bunları toplayanda ümumilikdə 27 dənə mənim kubum eləyir. Növbəti sualımız deməli 22-ci sual. 22-ci suala baxsaq. 22-ci sualda. İlk növbədə bu hissəni saya bilirəm rahat şəkildə. Ən alt hissəni. Gəlin baxaq. 1, 2, 3, 4, 4-ün 1, 2, 3-ə. 4-ün 3-ə. Bu hissə 4-ün 3-ədir. Baxın bura. Hətta kvadrat kimi qeyd elədim. 4-ün 3-ə. Buranı saydıq. Bu eləyir 12 dənə. Və bir dənə də bu cərgənin ən altında var. O bir dənəni də gəlim ki, ən altı təmiz saymış olum. Bir dənə orada var. Bax, bunun ən altında var. Elə bir ki, çıxıntı bax belə durubdu orada. Yalnız bir dənə çıxıntı var orada və bu formada durubdu ən başda. Bu kvadratdır. O çıxıntı da bax buradadır, bu hissədə. Yəni ki, bunun bu hündür hissənin alt hissəsidir. Bir dənə o çıxıntını sayıram. 1, 2, 3, 4, 5, 5 dənə. Ümumilikdə 5 dənə də budur. Ən alt hissədə 12 plus 5. 17 dənə kubum. Qaldı üstü saymaq. 1, 2, 3, 4, 5. Bunun altında bir dənə 6.
7, 8, 9, 10. Bu da 11 dənə. 11 dənə də ümumi üstə nəyim var? Kubum var. Bunları cəmləsək nə qədər eləyir? 28 dənə burada kub var. Növbəti sualım 23-cü sual. 23-cü sual rahat sayılan bir fiqurdur. Baxaq. 1, 2, 3 dənə buradadır. 3 dənə buradadır gördüyünüz kimi ön tərəfdə və 1, 2, 3 dənə də buradadır. Ümumi 9 dənəsi ön tərəfdədir. Sonra üstə 1, 2, 3 dənə buradadır. 1, 2, 3 dənə buradadır. Və 1, 2, 3 dənə də buradadır. 9 dənə də üstədir. Qaldı bir dənə bu alt cərgə. Alt cərgəni necə sayırıq? Yenə deyirəm. Xəttlərin sayını vurmaqla. Bax, enində 1, 2 dənə xətt var. Uzununda isə 1, 2, 3, 4, 5 dənə xətt var. 5-in 2-yədir gördüyünüz kimi. Bu deyilir 10 dənə. Və bunları cəmləsək, ümumi 28 dənə burada nəyim var? Kubum var. Növbəti sualım 24-cü sual. 24-cü suala baxsaq, bunu da rahat saymaq olur. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8-in 2-yədir. 16 dənə o hissədədir. 1, 2, 3, 4, 5, 6-nın 2-yədir. Deməli, 12 dənə bu hissədədir. 4, bu da 2. 6 dənə budur. Bu hissəni necə sayacağım? Bu hissəni artıq belə vuracağım. 1, 2, 3, 4, 5, 6 vurulsun 1, 2, 3. 6-nı 3-ə vuracağım. 18 dənə də buradadır. Hansı ki, söhbət bundan gedir. Bu hissədən gedir. 18 dənə də buradadır. Və qaldı üstə olan 4 dənə. Onu da görə bilərsiniz ki, 4 dənədir. Toplayaq və cavabımız alsın. 56 dənə burada kubum var. Növbəti sualımız 25-ci sual. 25-ci sual demək olar ki, buradakı ən asan suallardan biridir. 1, 2, 3, 4 vurulsun 1, 2, 3, 4. 16 dənə budur. 1, 2, 3, 4 vurulsun 1, 2, 3, 4. 16 dənə də budur. Cəmisi burada 32 dənə nəyim var? Kubum var mənim. Növbəti sualım 26-cı sual. 26-cı sualda 6 hissəni rahat saymaq olur. 1, 2, 3, 4, 5 vurulsun 1, 2, 3, 4. 20 dənə budur. Üstü də tək-tək də saya bilərsiniz. Cərgə-cərgədir. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. 15 dənə də üstədir. Cəmsi burada 35 dənə nəyim var? Mənim kubum var. Növbəti sualım 27-ci sual. 27-ci sualda. Yəni, alt hissəni enini uzuna vurmaqla tapa bilərik. 1, 2, 3, 4, 5 vurulsun 2. 5-i 2-yə vuranda 10 dənə eləyir. 1, 2, 3 vurulsun 2. Bu 6 dənə eləyir. 3 vurulsun 2, 6 dənə. Bu da 3 vurulsun 2. Yenə 6 dənə. Bunları cəmləsəm eləyir. Cəmsi 22 dənə kub. Növbəti sualım 28-ci sual. 28-ci sualda da. Baxaq. 1, 2, 3 vurulsun 2. Bu eləyir 6 dənə. 1, 2, 3, 4, 5 vurulsun 2. Bu eləyir 10 dənə. 1, 2, 3 vurulsun 2. Bu da eləyir 6 dənə. Bu da 2 dənə. Toplayıram. Burada cəmi 24 dənə kub eləyir. Növbəti sualım 29-cu sual. 29-da sadəcə bax bu hissədəki kub yoxdur. Əgər mən bu kubu düşünsəm, burada var olduğunu, belə sayacaqdım təbii ki. 1, 2, 3, 4, 5 vurulsun 4. Yəni 20 dənə. Amma oradakı kub olmadığına görə 20-dən 1 çıxıram və alt cərgəni ümumilikdə saymış olurum. 20-dən 1 çıxanda edir 19. 19 dənə ən altdadır.
Ondan sonra bu hissəni saysam 1, 2, 3, 4, 5. 5 dənə o görünən hissədədir. Və bu cərgəni saymaq qaldı. Bu cərgə ümumilikdə hamısı yerindədir. 1, 2, 1, 2, 3, 4, 5-in 2-yədir. 10 dənə bu hissədədir. Və üst hissəyə baxsaq 5, 6, 7, 8. 8 dənə də üstdədir. Bunları toplayıram. 34, 42 dənə burada nəyim var? Kubum var. Növbəti sualım 29, 30-cu sual. 30-cu sual. Baxaq sual 30-a. Deməli, burada saysaq, deməli, 2, 2 və 2. Bizdə onsuz kub kimidir. Tilini, eninə və elini də uzunluğa vuranda buradakı say bəlli olur. 2 vurulsun, 2 vurulsun, 2. 8 dənə burada kubum var bu hissədə. 2-nin 2-yə 4 dənə budur. Bu da 2-nin 2-yədir. 4 dənə də budur. 8 dənə də orada kubum var. Toplayıram. Bunları da tək-tək saya bilərəm təbii ki. 3, 4. 4 dənə bu. İkisi 1 yerdə 8 elədi. 6, 7, 8, 9, 10. 10 dənə də burada nəyim var? Mənim 10 dənə yox, daha doğrusu 8, 9, 10, 13 dənə. 13 dənə mənim burada kubum var. Harada 13 dənə? Bax, 4 bu, 4 bu. 5 dənə də bu. 4, 4, 5, 13 dənə. Bunları toplayıram. 16, 13 eləyir 29 dənə kub. Növbəti sualım 31-ci sual. 31-ci sualda. 31-ci sualda nə eləmişəm? 31-ci sualda sadəcə mən yuxarıdakı və soldakılardan ortaq olanları götürmüşəm. Yəni, məsəl üçün, bundan ortaq olanlar hansılardır? Baxın, kvadratla kvadrat ortaqdır. Bir də 5 bucaqlı ilə 5 bucaqlı. Ona görə onları götürmüşəm. Qalanı qalıbdır. Deməli, bundan ortaq olanları götürməliyəm. Ortaq olanlara baxsam hansılardır? Bir kvadrat ortaqdır hər ikisində. Yəni, kvadratı götürməliyəm. Bir də dairə ortaqdır hər ikisində. Bir də dairəni götürməliyəm. Kvadrat və dairə. Bu ikisi ortaq deyil. Kvadrat və dairə. Cavabım olur B variantı. Növbəti sualım 32-ci sual. 32-ci suala baxsam. Burada nələr götürüb? Gəlin, baxaq görək. Deməli, burada da fərqli olanları götürübdür. Eyni olanları çıxıb. Fərqli olanları götürüb. Deməli, necə? Bax, kvadratla kvadrat eyni. Bunları götürməyib. Amma digər yerdə qalanlar fərqlidir. Dairədir, 6 bucaqlıdır, 5 bucaqlıdır. Onların hamısını yazıb ortaya. Yəni, fərqli olanları götürüb. Mən də bundan fərqli olanları götürməliyəm. Eyni olanlar nədir? Yenə kvadratda. Fərqli olanlar dairə var, 5 bucaqlı var və 6 bucaqlı var. Ki, bunlar nədir? Bunlar fərqlidir. Yəni, cavabım olmalıdır. Dairə 5 bucaqlı, 6 bucaqlı. Cavab olur A. Növbəti sualım 33-cü sual. 33-cü sualda lap başqa bir əməliyyat yerinə yetiribdir. Deməli, necədir? Burada sol tərəfdəkilərdən yalnız birinciləri götürüb, yalnız bunları götürüb. Yuxarıdakılardan isə yalnız sonuncuları götürüb. Yalnız sonuncuları götürüb. Baxa bilərsiniz. Bax, dairə və 5 bucaq. Dairə və 4 bucaq. Dairə və 6 bucaq. Gördüyünüz kimi, buradan sadəcə birincini götürüb. Buradan isə ancaq axırdakıları götürüb. Bax, cərgə ilə də baxa bilərsiniz. Ancaq 5 bucaqlılardır, ancaq 4 bucaqlılardır axırda. Burada da məsələn ancaq 6 bucaqlılardır birinci. Ona görə buradan birincini götürəcək. Kvadratı. Buradan sonuncu. 6 bucaqlı. Cavabım kvadrat və 6 bucaqlı olacaq. A variantı. Növbəti sualımız 33-cü sual. Daha doğrusu 34-cü sual. 30 izah elədik. 34-cü sualda necədir? 34-cü sualda biraz fərqlidir. Burada da bucaq saylarından götürüb, bucaq saylarının cəmindən. Məsəl üçün, burada 1, 2, 3, 4 bucaqlıdır. Bu 1, 2, 3, 4, 5, 6 bucaqlıdır. Və yaxud da tərəf. Bucaqların sayını tapmaq üçün tərəfləri də saya bilərsiniz bu arada.
Yəni ümid bu 4-dür, bu 6. Cəmləri eləyir 10. Bu da 4, 6. Cəmləri eləyir 10. Bu 4, bu 4, 3, 7. Bu 6, bu da 4, 3, 7. İndi mən məsələn 6 ilə 4-ü toplayıram 10 eləyir də. Baxın 3, 3, 4. Bunları toplayanda da 10 eləyir. Yəni yuxarı ilə sol tərəfi toplayıb və ortada onların cəmini yaz. İndi məndən buranı soruşur. Bu təbii ki bu 7-yə düşür, bir də bu 7-yə düşür. 7 ilə 7-nin cəmi 10-dur. Mən cavab variantında 14 eləyəni tapmalıyam. Burada 3, 4, 5 eləmir. Burada 5, 5, 3, 13 eləyir, olmur. Burada 6 ilə 6, 12 eləyir, olmur. Burada 5, 5, 4. Bəli, 10, 14 eləyir. Cavabım olur D variantı. Deməli, növbəti sualımız 35-ci sual. 35-ci suala baxsaq. Bu tip suallarda necədir? Bu tip suallarda sətir üzrə cavablar sağda yerləşir, bu tərəfdə. Sütun üzrə cavablar aşağıda yerləşir. Və bu necə edir? Sadə bir formada gördüyünüz kimi solda duran fiqurları gətirib yazıb sağa. Baxın 6 bucaqlı, 3 bucaqlı, 4 bucaqlı. Və aşağı hissə isə ortada duranları yazıb. Gördüyünüz kimi. Sətir üzrə ortada duranları da aşağı yazıb. 3 bucağı yazıb, 6 bucaqlını yazıb, burada yazacaqdır dairəni. Yəni, digərlərinin burada elə əhəmiyyəti yoxdur, sadəcə fiqur olsun deyə qoyulubdur. Əsas buradakıları sağa yazıb, ortadakıları da aşağı yazıb. Növbəti sualımız 36-cı sual. 36-cı sualda isə biraz daha fərqlidir. 36-cı sualda diqqətlə baxsaq, sağ tərəfə sətir üzrə 2 dənə olanlar yaz. Bundan da bir dənədir, 2 dənədir. Bundan da bir dənə, 2 dənədir. Bundan da bir dənə, 2 dənədir. Yəni 2 dənə olanları yazıb sağa, gördüyünüz kimi. Amma aşağıya yazdıqları sadəcə tək olanlardır. Diqqətlə baxsaq, bu cərgədə 2 dənə 6 bucaqlı var, amma yalnız bir dənə 3 bucaqlı var. Bu cərgədə 2 dənə 6 bucaqlı var, bir dənə yalnız nə var? Dairə var. Ona görə dairəni aşağı yazır. İndi bu cərgədə 3 bucağı aşağı yazır. 3 bucaqdan yəni neçədən olmalıdır? Bir dənə. 3 bucağın bir dənəsi olması üçün gərək dairədən neçədən olsun? 2 dənə olsun ki, 3 bucaq tək qala bilsin də. Deməli, onda burada dairə olacaq. 2 dənə dairə, bir dənə 3 bucaq. Tək olan nədir? 3 bucaq. Ona görə də aşağı 3 bucaq yazılır. Cavabım olur C variantı. Deməli, növbəti sualımız 37-ci sual. 37-ci sualda necədir? 37-ci sualda hər bir fiqur ayrı-ayrılıqda bir əməliyyat yerinə yetiribdir. Yəni, müəyyən bir əməliyyat yerinə yetirib və mən o əməliyyatları tapıb burada tətbiq etməliyim. Məsəl üçün A. A fiquru 90 dərəcə gördüyünüz kimi neyiniyibdir? Saat əqrəb istiqamətində çeviribdir 90 dərəcə fiquru. Və fiqur sağ tərəfə bax. B fiqurun üçbucaq olan hissəsini, yəni gözə çarpan bu hissəni rəngləyibdir. C isə fiquru 180 dərəcə çevirib. Deməli, B rəng verir. A 90 dərəcə çevirir, C 180 dərəcə çevirir. Eyni şeyi bura tətbiq etməliyim. Bunu 90 dərəcə saat əqrəb istiqamətində çevirsəm, mənim oxşayıram aşağı baxacaq. Və gözə çarpan hissəsini rəngləyir gördüyünüz kimi. Başqa heç bir hissəni rəngləmir. Bütün hissələri rəngləmir yəni. Sadəcə bir hissəni rəngləyir. Burada da yəqin ki, ox işarəsini rəngləyəcək. Amma istiqaməti dəyişməyəcək oxun. İstiqamət olduğu kimi qalır. Çünki digərlərində də sadəcə fiqurun bir hissəsini rəngləyib. Heç bir istiqamət falan dəyişməyib. Deməli, belə olacaq. Və 180 dərəcə çevirəndə ox tam əksinə baxacaq. Yəni, bu istiqamətdə sol tərəf. Birinci aşağı baxmalıdır. İkincidə orta rəngli olmalıdır. Və üçüncüdə sol tərəfə baxmalıdır. Elə cavab olur A variantı. Növbəti sualımız 38-ci sual. 38-ci sualda isə ayrı-ayrılıqda hamısını tapıb, üçünü də birdən tətbiq eləməliyəm. Çünki gördüyünüz kimi mötərizənin içərisində verilir və bu o deməkdir ki, 3 üsulun üçünü də birdən tətbiq etmək lazımdır. Aha, baxsaq, deməli, A 90 dərəcə saat əqrəb istiqamətində çevirir. 90 dərəcə. B
rəngini qaraldır yenə. Rəngini qaraldır. C isə aynə əksi veribdir gördüyünüz kimi. Yəni fiqur budur. Buna sadəcə aynə əksi verib. Aha. İndi A deməli 90 dərəcə saat əqrəb istiqamətində bu ayparanı çevirəcək. Çevirəndə fiqurum mən belə olur. Aha. B. A-nı elədik artıq. İndi B. B rəngini qaraldacaq. Rəngini qaralayaq. Rəngini qaraltdı. Və son olaraq da C mövcud olan fiqura aynə əks verir. Mövcud olan fiqur budur. Buna aynə əks veririk. Aynə əks veririk. Aynə əksində də təbii ki, qaradsa rəngi də qara olacaq. Fiqurum olmalıdır bu. Yəni cavabım olur B variantı. Növbəti sualımız 39-cu sual. 39-cu suala baxaq. 39-cu sualda biz paralel köçürmədən istifadə edirik. Paralel şəkildə köçürmədən istifadə edəcəyik. Deməli, baxsaq burada. Bax, bunu 4 hissəyə bölsək. Diqqətlə baxsaq. Görərsiniz ki, buradakını paralel şəkildə köçürdük bura. Baxın, bununla bu eyni hissədir. Sadəcə köçürübdür. Elə bil bu hissəni kopya edibdir və bu hissəyə yapışdırıbdır. Eyni şeyi mən də burada tətbiq edəcəm. Gördüyünüz kimi bu fiqur burada var. Bunun üstündə nə var? Qara və ağ nöqtələr. Birinci qara nöqtə var. Ondan sonra onun aşağı hissəsində ağ nöqtə var. Onun sağında 2 dənə ağ nöqtə var. Gördüyünüz kimi. Və alt hissəsində də üzü aşağı baxan ox var. Burada Y variantı səhv düşübdür. Y variantı buradadır. Və cavaba diqqətlə baxsaq, cavab A variantıdır. Sadəcə burada Y variantından qarşılara bilərsiniz. Burada da oxa baxın. Ox gördüyünüz kimi kvadratın hansı tərəfində durub? Sağında. Burada solunda durubdur kvadratın. Ona görə cavabı Y götürmürük. A götürülür. Növbəti sualımız 40-cı sual. Sual 40. Sual 40-da diqqətlə baxsaq, bu fiqur tam verilibdir də. Bu fiqur getdikcə kiçilir. Baxın, bu şəkildən bu şəkildə keçdi. Yavaş-yavaş getdikcə kiçildi. Sadəcə hər dəfə sağa keçəndə nə olur? Bir dənə kvadrat əlavə olunur. Bax, burada bir dənə kvadrat var, amma burada neçə dənə kvadrat var? 2 dənə. Deməli, hər dəfə sağa gedəndə fiqur kiçilir və bir dənə də kvadrat əlavə olunur. Burada fiqur kiçilib, dairə bir dəfə də kiçilsə, lap kiçik olacaqdır fiqur olaraq. Və burada onsuz da bir dənə kvadratın içindədir. İkinci bir kvadrat əlavə olunacaqdır. Çünki hər dəfə sağa keçəndə bir dənə kvadrat əlavə olunur. Deməli, cavabım olur nə? A variantı. Növbəti sualım 41-ci sual. 41-ci suala baxsaq. 41-ci sualda nə edibdir? 41-ci sualda sadəcə açılış edibdir. Elə bu, bax, üçbucaq hissəni çöl tərəfə doğru açıbdır. Çöl tərəfə doğru açsam belə olur da. Bu üçbucağı da çölə açıbdır. O da belə olur. Bu üçbucağı da çölə açıbdır. O da belə olur. Və bu üçbucağı da çölə açıbdır. O da belə olur. Yəni, sadəcə çöl tərəfə doğru açıbdır. İçəridəki xəttlər gördüyünüz kimi yoxa çıxıbdır. Və sadəcə 2 dənə kvadrat hissə qalıbdır. Sadəcə 2 dənə kvadrat hissə qalıbdır. Və mən də bunu nə edəcəm? Çölə doğru açacam. Nə görürəmsə onu çölə doğru açmalıyam. Çölə doğru açdıqda, üçbucaqlarda, kvadratlarda, kvadratları çölə doğru açdıqda, təbii ki, biri belə gəlir, biri də belə gəlir. Və üçbucaqları çölə doğru açdıqda, üçbucağın biri bu formada gəlir. Bu hissən səhv deyil. Üçbucağın biri bu formada gəlir. Digər də yuxarıya doğru bu formada gəlir. Sadəcə xəttlərə diqqətlə fikir vermək lazımdır ki, hansı xəttlər yoxa çıxacaq. Təbii ki, mərkəzdəki xəttlər yoxa çıxacaqdır. Hansı ki, bu xətt, bu xətt və bu xətt. Qalanları olduğu kimi öz yerində qalacaqdır. Yəni, cavab variantımıza baxsaq, cavab variantımız olur. Deməli, C variantı. Növbəti sualımız 42-ci sual. 42-ci suala baxaq. 42-ci sualda nə edibdir? 42-ci sualda sadəcə içəridəki fiqur, deməli, 5 bucaqlı, içəridə duran 5 bucaqlı
Bir vahid böyükdür. Gördüyünüz kimi ən mərkəzdə balacadır. Ondan sonra biraz böyük olur. Çöldə duran ən böyük fiqur isə gəlibdir mərkəzə. Gəlibdir mərkəzə. Dairə çöldə idi, gəldi mərkəzə. Oldu kvadrat ən böyük. İndi deməli burada ən mərkəzə gələcək Rom. Rom silinəcək. Və ən böyük fiqur da olacaq nə? Rompdan sonra gələn dairə. Dairə ən böyük olacaqdır. Romb da mərkəzdə olacaq. Ən böyük dairə mərkəzində də romb. Ən mərkəzlidir. Cavab təbii ki, A variantıdır. Növbəti sualımız 43-cü sual. 43-cü sualda ardıcıllıq sualdır. Diqqətlə baxsaz, deməli 2, 4, 6 görə bilərsiniz intervalla. 2, 4, 6 növbəti olmalı təbii ki 8. Cavab olur B. Burada da təbii ki ardıcıllıqdır. 0, 2, 4 və 6. 0, 2, 4 və 6. 2, 2 artır yəni. Sadə ardıcıllıqdır. Növbəti sualım 44-cü sual. 44-cü sualda nə olubdur? Gördüyünüz kimi mərkəzdəki dairə böyükdür və bir dənə olubdur. Təbii ki, bir dənədir. Aha, üçbucaq kiçilib və ağ-qara rəngdə mərkəz hissəyə yazılıbdır və buradakı xəttdə yuxarıdan aşağı yox, soldan sağa doğru istiqamət alır. Deməli, ilk növbədə dairə kiçiləcək, 6 bucaqlı böyüyəcək. Yəni, böyük olan 6 bucaqlı olmalıdır. 6 bucaqlı böyük olmalıdır. Ondan sonra mərkəzində dairələr olmalıdır. Bir dənə qara və bir dənə ağ dairə. Və həmçinin buradakı xətt soldan sağa yox, yuxarıdan aşağıya doğru olmalıdır. Aha, və burada gördüyünüz kimi qara ilə ağ yer dəyişdiribdir. Burada da qara ilə ağı mən özüm yer dəyişdirdim. Qara ilə ağın yerini dəyişdirdim. Görürsünüz, qara sağdadır, ağ solda. Amma burada mən yerini dəyişdirdim. Sola qara, sağa ağ yazdım. Yəni cavabım olur D variantı. B variantından səhv salmayasınız dedim. Orada da ona diqqətlə fikir vermək lazımdır. Növbəti sualımız 45-ci sual. 45-ci suala baxsaq, deməli, 45-ci sualda nə edeyim? 45-ci sualda aynə əksini veribdir. Baxın, birinci fiqurla ikinci fiqur bir-birlərinin aynı əksi. Üçüncü fiqurla dördüncü fiqurda bir-birlərinin aynı əksidir. Amma burada aynanı aşağıya doğru veribdir, aynı əksini. Ki, həm xətt düşsün, həm də ki, bu düşsün. Yəni, yer dəyişsin. Gördüyünüz kimi. İkisi də eyni tərəfdə olmalı, ona görədir. Aynı əksini aşağıya doğru. Burada da aynı əksini bu formada yenə verməliyəm. Aynı əksi verdikdə bu fiqura, təbii ki, xətt bu formada dayanacaqdır. Və buradakı fiqurda yenə aşağıda duracaq. Aynı əksini verdik. Cavabımız oldu A variantı. Növbəti sualımız 46-cı sual. 46-cı sualda nəyə diqqət etmək lazımdır? 46-cı sualda mütləq şəkildə sayların yerini düzgün şəkildə qeyd eləmək lazımdır. Necə sayların yerini düzgün şəkildə qeyd eləmək lazımdır? Bax, məsəl üçün, birinci ilə ikinciyi müqayisəli şəkildə eləyək. Bax, burada da 4 dənə boş qap var, burada da 4 dənə boş qap var. Hər ikisində 4 yazılan hissə hansıdır? Gördüyünüz kimi sonluq. Deməli, bax, sonluğun ifadə elədiyi yer boş qapların sayıdır. Ondan sonra, burada yuxarıda 4 olan, amma aşağıda 2 olan nədir? Yuxarıda 4 olan, aşağıda 2 olan, diqqətlə baxsaq, bıçaqların sayıdır. Yuxarıda 4 dənədir, aşağıda 2 dənədir. Bu bıçaqların sayıdır, bıçaq. Ondan sonra, yuxarıda 4 dənə, aşağıda 3 dənə olan. Yuxarıda 4 dənə olan başqa nə qaldı? Bıçaqla boş qapdan başqa. Təbii ki, burada qaldı bakalların sayı. 4 dənə bakal burada var. Burada da 3 dənə bakal var gördüyünüz kimi. Deməli, birinci bakalların sayıdır. Ondan sonra, həm burada 3, həm də burada 3 olan nədir? Hər ikisində 3 olan gördüyünüz kimi qaşıqların sayıdır. Burada da 3'dür, burada da 3'dür. Qaşıqların sayı. Ondan sonra, yuxarıda 3, aşağıda 4 olan nədir? Yuxarıda 3, aşağıda 4 olan vilkaların sayıdır. Vilkaların sayıdır. Burada 3'dür, burada 4 dənədir. Vilkaların sayı. Və son olaraq da bu qaldı. Bu işarə. Yəni, bu da, buna da nə yazaq? Bu da qaşıqdır, amma fərqli qaşıqdır. 4 künc qaşıq. Aha. İndi baxmalıyam. Birinci bakalların sayını qeyd eləməliyəm. 2 dənə bakal var. Ondan sonra qaşıqların sayını qeyd eləməliyəm. 1, 2, 3 dənə qaşıq var. Ondan sonra vilkaların sayını qeyd eləməliyəm. 4 dənə vilka var. Ondan sonra, deməli, romba oxşar qaşıqların sayını qeyd eləməliyəm. 1, 2, 3 dənə
Elə qaşıqların sayındandır. Və son olaraq da bıçaqlarla boşqabların sayı. Bıçaqlar da 4 dənədir, boşqablar da 4 dənədir şəkildə gördüyünüz kimi. 2, 3, 4, 3, 4, 4. Cavabım olur Y variantı. Aha, növbəti sualımıza keçid eləyək. Növbəti sualımız 46-cı sual. 47-ci sual, daha doğrusu. 47-ci suala baxaq. 47-ci sualda. 47-ci sualda biz sütun ilə baxırıq. Və sütun ilə diqqətlə baxsaq görərsiniz ki, burada nə var? Baxın, 2 dənə plus olan yerdə bir dənə x var. Yenə 2 dənə plus olan yerdə bir dənə x var. Deməli, hər dəfə 2 dənə plus olanda bir dənə x olur. Digərlərinə baxsaq. 2 dənə boz olan yerdə bir dənə x var. 2 dənə boz olan yerdə bir dənə x var. Deməli, bu da belədir. 2 dənə boz hissəci olanda bir dənə x olur. Və eyni ilə ağlara da aiddir. 2 dənə ağ olan yerdə bir dənə x. 2 dənə ağ olan yerdə bir dənə x. Deməli, 2 dənə də ağ olan yerdə bir dənə x olmalıdır. İndi bax, burada 2 dənə plus var, amma x yoxdur. Deməli, sonda bir dənə nə olacaq? X olacaq. Orta cərgə ilə birinci cərgə qaldı. İndi birinci cərgədə x var, boz var. Deməli, neçə dənə boz olmalıdır? 2 boz, 1x. X var, bozun biri də var. Digər boz yoxdur. Yenə x var, ağın biri də var. Ağ 2 dənə olmalıdır, x bir dənə. Deməli, ortada ağ olmalıdır. Boz, ağ və x. Cavabım olur D variantı. Növbəti sualım 48-ci sual. 48-ci sualda nədir? 48-ci sualda biz el arasında bir belə söz var ki, quş baxışı. Quş baxışı baxmalıyıq buna. Yəni, yuxarıdan baxış. Yuxarıdan baxanda axı yanlar görsənmir. Bu yan hissələr görsənmir. Ancaq nələr görsənir? Ancaq üstlər görsənir. Yəni ki, ancaq üst tərəflər görsənir də. Yəni, bir şeyin yanları görsənmir. Ancaq üstü görsənir. Və üstdən də görəndə mən bu qaraladığım hissədən başqa olan hissələri görürəm. Bax, ancaq üstdəkilərə. Diqqət edin, üstdə budur, bu ikisidir, budur və budur. Və cərgə-cərgə qeyd edin. Ən arxa cərgədə gördüyünüz kimi ağ hissəni görürəm. Sonra orta cərgə. Orta cərgədə bu üçünü görürəm. Bu üçünü qeyd edib. Və son olaraq alt cərgə. Alt cərgədə də bu ikisini görürəm. Bu ikisini qeyd edib. Eyni ilə mən də. Bax, gördüklərim üst cərgədə, yəni ilk cərgədə bu üçüdür. Ki, üstdən baxanda bu üçüdür. İlk cərgədə görürəm və yan-yana görürəm. Sonra bu ikisini görürəm. Bu ikisini. Yan tərəfləri saymıram. Yəni, buranı saymıram məsəl üçün. Gördüyüm hissə ancaq üstlərdir. Bundan bu. Və son olaraq da bu hissəni görürəm. Ancaq. Deməli, ən 3 dənə olacaq, sonra 2 dənə, ən altda da 1 dənə olacaqdır. Gəlin bunu çəkək. Ən yuxarıda onsuz da neçə dənə olmalıdır? 3 dənə, sonra altda 2 dənə və ən altda da 1 dənə. Bu formada olacaqdır. Sadəcə düzgün şəkildə qeyd eləmək lazımdır. Bax, deməli, bu üçbucağı qeyd edirəm. Üçbucağı qeyd elədim. Bu formada durur. Gördüyünüz kimi necə durursa elə də çəkirik. Necə durursa o formada çəkirik. Ondan sonra baxıram, bu tam qaradır. Tam qara olmalıdır bu hissə. Orta. Bu tamdır. Və sağ tərəfdə də yenə üçbucaqdır və birinci üçbucaq kimi eyni şəkildə bu formada durubdur. Sonra keçdim aşağı. Bir budur, bir də bu. İkisini də qeyd edək. Deməli, bu üçbucaq belə durubdur. Bu formada gördüyünüz kimi. Buradakı üçbucağı çəkirəm təbii ki. Yuxarıdan aşağı baxanda ilk onu görürəm. Sonra sağ tərəfində də bunu görürəm. Bu üçbucaq da belə durub. Və son olaraq alt hissə qaldı. O da bu formada durub. Tam əksinə. Yəni bu formada. Diqqətlə cavab variantlarına baxsaq, hansı variantdır? Təbii ki, D variantı. Növbəti sualımız 49-cu sual. 49-cu suala baxsaq, bu da rahat suallardandır təbii ki.
Burada sayla bağlıdır. Deməli, bax, burada 3 dənə kvadrat rənglənib. Burada 2 dənə, burada 2 dənə. Burada da 2 dənəsi rənglənib. Burada 4 dənəsi rənglənib. Burada bir dənəsi rənglənib. Burada da bir dənəsi rənglənib. Və burada 2 dənəsi rənglənib. Deməli, həm sağa cavablar var, həm də aşağı cavablar. Burada 9 rənglənib. Burada 5-i, burada yenə 5. Burada 12-si, burada 4-ü, burada da 8. Deməli, necə edeyim? Aşağıya doğru cəmdir. 3 plus 2 plus 4, 9. 2 plus 1 plus 2, 5. Sağa doğru hasildir. 3 vur, 2 vur, 2. Bu eləyir 12. 4 vur, 1 vur, 2. Bu eləyir 8. Sadəcə bir dənə orta qalır. Plusla rahat şəkildə taparam. Deməli, 2 üstə gələk 1, 3 eləyir. Onun da üstünə neçə gəlsəm 5 eləyəcək. Təbii ki, 2 gəlsəm. 2 də hardadır? B variantındadır. Deməli, növbəti sualımız 50-ci sual. 50-ci sualda necədir? 50-ci sualda deməli aşağıdan yuxarıya doğru birləşdirərək gedir. Gördüyünüz kimi mərkəz hissəni buradan götürüb, bir də bu hissəni buradan götürüb və bu iki şəkli birləşdirib yuxarıdakı şəkli alır. Gördüyünüz kimi, bu ikisini birləşdirdim. Təbii ki, bunu yenidən götürməyin mənası yoxdur. Onsuz bura qaradır. İkisini birləşdirdim, yuxarı aldım. Və bu formada da mən yuxarıdakı ikisini birləşdirib ən yuxarı hissəni almalıyım. Və sadəcə bu hissəyə baxsaz, bu hissəyə baxsaz kifayət edir. Bunları birləşdirəndə təbii ki, bu fiqur alınmalıdır da. Bu fiqur alınmalıdır. Bu fiqurun alındığı tək variant var. Sağ alt küncdə bu fiqurun alındığı tək variant A variantı. Görürsünüz, burada yoxdur, burada yoxdur, burada yoxdur, burada yoxdur. Bir dənə A variantında var. Cavabım da olur A variantı. Növbəti sualım 51-ci sual. Deməli, 51-ci sualda necədir? 51-ci sualda 3 dənə şəffaf şüşə üst-üstə qoyulubdur və aşağıdakı şəkillər alın. Həmin şüşələrin ayrılıqda görünüşlərini taparaq birinci şüşəyə uyğun olan variantı seçin. Bax, burada sizdən istənilənə diqqətlə fikir verirsiniz. Biri istəyir, düzdürmü? Bir hansı şəkillərdə iştirak edibsə ona baxsın. Bir burada var, bir də burada var. Bu ikisində var ancaq. Digərlərində yoxdur. Bunda yoxdur. Buna baxmısınız. Bir harda varsa ona baxsınız. Bir dənə burada, burada var. Və ortaq olan fiqurları götürürsünüz. Məsələn, burada ortaq olan nədir? Bax, bir dənə bu üzü aşağı ox ortaqdır. Üzü aşağı ox mütləq olmalıdır. A getdi, Y getdi, S getdi. Bir də burada ortaq olan nədir? Dairə ortaqdır, gördünüz. Dairə də olmalıdır. B getdi, qaldı D. Və gördüyünüz kimi, bu xətt də ortaqdır. Bu iki şəkildə ortaq olan nələr varsa, onları götür. Ortaq olmayanları çıxdım. Çünki onlar başqa şəkillərə, ikinci və üçüncü şəklə aid fiqurlardır. Mənə birinci şəklə aid fiqurlar lazımdır. Aha, növbəti sualım 52-ci sual. Deməli, bu sualda hansı formada eləyirik? İlk növbədə baxsaq, bu sualda biz bu hissənin, yəni rənglənmiş hissənin heç bir dəyişiklik olmadan sağ tərəfə keçdiyini görə bilərik. Burada rənglənmiş hissə heç bir dəyişiklik olmayıb. Sadəcə ox işarəsi 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlanıbdır. Həmçinin biz də burada rənglənmiş hissələri olduğu kimi saxlayacağıq. Bu kvadrat da olduğu kimi qalacaq. Gördüyünüz kimi burada nöqtələr də dəyişməyibdir. Sadəcə ox işarəsi 90 dərəcə fırlanacaq və 90 dərəcə fırlananda ox işarəsi üzü aşağı baxmalı. Cavabımız olur B variantı. Növbəti sualımız 53-cü sual. 53-cü suala baxsaq, burada necədir? Deməli, burada təkrarlanan iki hissəni, soldakı və sağda təkrarlanan iki hissəni gətirib ilk sütuna qoyubdur və qara trapesiyanı isə soldakı fiqurun üst tərəfindən gətirib qoyubdur yuxarı. Eyni ilə burada təkrarlanan iki dənə qara sütunu, ortada yuxarıda duran və sağda aşağıda duran qara sütunu gətirib bura qoyubdur və ağ trapesiyanı gördüyünüz kimi aşağıdan gətirib qoyubdur bunun üzərinə. Eyni ilə biz də burada necə götürübsə eyni şəkildə götürəcəyik. Qara sütunları gətirib qoyuruq birinci fiqurun alt hissəsinə və üzərinə də yerləşdiririk sol tərəfdə duran bu yarım dairəni. Eyni ilə burada ağ sütunları gətirib qoyuruq sağ tərəfə və aşağıda duran nöqtəli trapesiyanı da gətirib qoyuruq bunun üstünə. Və cavabımız olur C variantı.
Növbəti sualımız 54-cü sual. 54-cü sualda deməli biz hər bir hissənin diqqətlə neçə dənə ağ dairə və neçə dənə qara dairə olduğunu diqqətlə baxmalıyıq. Gəlin baxaq. Burada sayı çox olanı götürməliyik. Yuxarıda baxsaz, bax, ağ bir dənədir, qara 1, 2 dənə. 2 dənə qara var yuxarı hissədə, bir dənə ağ. Ona görə qara dairəni yazıbdır sağa. Hansının sayı çoxdursa onu yazıb. Deməli, qara bir dənədir, ağ 1, 2 dənədir gördüyünüz kimi. Ona görə ağ dairəni yazıb. Deməli, sayı çox olanı sağ tərəfdə qeyd etməliyik. Məsələn, burada yuxarı baxsaq, qara dairədən 2 dənə, ağ dairədən 1 dənədir. Ona görə yuxarı qara dairəni yazıb. Sol tərəfə baxsaq, ağdan 2 dənədir, qaradan 1 dənə. Ona görə ağı yazıram. Sağ tərəfdə ağdan 2 dənədir, qaradan 1 dənə, yenə ağı yazıram. Və aşağı hissədə də qaradan 2 dənədir, ağdan 1 dənədir. Ona görə qaranı yazıram. Yəni, cavabımız olur A variantı. Növbəti sualımız 55-ci sual. 55-ci sualda hər bir hissə 90 dərəcə fırlanır. Amma necə? Birinci və ikinci. 1 və 2 yazdığım bu hissələr saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə fırlanır. Aha, 3 və 4 yazdığım bu hissələr isə saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır. Ona diqqətlə baxıb görməliyik. Bunu 90 dərəcə fırladanda həqiqətən də qara hissə sağ küncdən gördüyünüz kimi sol küncə keçir. Bunu da 90 dərəcə saat əqrəbi istiqamətində fırladanda sol küncdən sağ küncə keçir. Mən bunu 90 dərəcə saat əqrəbinin tərsinə fırlatmalıyam. Bunu da 90 dərəcə saat əqrəbinin tərsi istiqamətində fırlatmalıyam. Amma bununla bunu saat əqrəbi istiqamətində fırlatmalıyam. Yəni tam əksinə. Deməli, bu hissədən gələcəkdir sol küncə. Yəni sol künc qara olmalıdır. Aşağı solun sol küncü qara olmalıdır. A variantı gedir, C variantı gedir, Y variantı gedir. Və yuxarıda da bunu mən saat əqrəbinin tərsinə fırlatsam, orta mərkəzə düşəcəkdir bunun qara hissəsi. Yəni, mərkəz tərəfdə sağda mən qara hissəni görməliyəm, hansı ki, bu hissədir. Bura qara olmalıdır. Bura qara olan variantda B variantı gedir, qaldı D variantı. Gördüyünüz kimi, bura qaradır, bura da qaradır. Digərlərini də fırlatsaz, belə alınacaqdır onsuz cavab variantı. Növbəti sualımız 56-cı sual. 56-cı sualda necə işləyirik? 56-cı sualda dərəcələrə diqqətlə baxmalıyıq. Gördüyünüz kimi sola doğru birinci 145 dərəcə çevirib və həmçinin bizdən C-ni istəyir. C son nöqtədir. Son nöqtəyə görə elə dərəcələrin hansı istiqamətdə neçə dərəcə fırlandığına baxsaq kifayət edir. 145 sola gedir. Sonra bir dənə də 217 sola gedir. Yəni sol tərəfə ümumilikdə nə qədər gedir? 362 dərəcə bu sol tərəfə, yəni saat əqrəbinin əksi istiqamətində fırlanır. Bunu nəyə nəzərən tapdım mən? Ox işarələrini. Aha, amma 92 dərəcədə saat əqrəbi istiqamətində fırlanıb. Yəni onun tərsinə. Tərsinə fırlandığına görə 362-dən mən 92-ni çıxmalıyam. Bu deyir 270 dərəcə. Amma 270 dərəcə hansı istiqamətdə fırlanacaq? Təbii ki, ox işarələrinin yanında hansı rəqəmlər böyükdürsə, böyük rəqəmlərin yanında duran ox istiqamətində dönəcək. Yəni, saat əqrəbinin tərsi istiqamətində 270 dönəcək. Və əgər saat əqrəbinin tərsi istiqamətində 270 dönürsə, biz belə bir qayda demişdik ki, 270 saat əqrəbinin tərsinə dönürsə, biz onu 90 dərəcə saat əqrəbi istiqamətində döndərsək, düzgün cavabı alarıq. Bunu da 90 dərəcə saat əqrəbi istiqamətində döndərəndə cavabımız olur A variantı. Hansı ki, burada Y, B və C variantları onsuz da çıxır. Çünki bu saat əqrəbinin tərsinə 90 dönənlərdir, B ilə Y. C ümumiyyətlə uyğun gəlmir, o 180 dərəcə çevrilibdir. Bir daha A ilə D-də buradakı nöqtəyə, yəni qara nöqtəyə fikir versəz, o yuxarıda durmalı, aşağıda yox. D variantı da gedir, qalır A variantı. Növbəti sualımız 57-ci sual. 57-ci sualda güzgülərdir, yəni şüşələrdir. Sadəcə burada ortadakı bu xət yanlış verilibdir. Çünki ortadakı bu xət olmamalıdır hər hansısa bir şəkildə. Mənə deyir ki, ikinci şüşə hansıdır? İkinci şüşəni tapmaq üçün mən ancaq 2-nin iştirak elədiyi yerlərə baxmalıyam. Və 2 bir burada iştirak eləyib, bir də burada iştirak eləyib. Və bildiyim kimi ortaq olan hissələri götürməliyəm ki, ortaqlar hansıdırsa, onlar ikinci şüşənin üzərinə çəkilən şəkillər. Baxıram ki, birinin ortasında dairə var, birinin ortasında kvadrat. Deməli, nə dairə, nə də kvadrat olmayacaq.
Sonra x işarəsi ikisində də var. Hansı ki, bu xəttləri nəzərdə tuturam. Deməli, x işarəsi olacaq. Dediyim kimi, burada plus işarəsi hansındasa, yəni bundan nəzərdə tuturam, səhv düşübdür. Ona görə plus işarəsi olmayacaq ki də. Yalnız nələr olacaqdır? Bu üçbucaqlar olacaqdır kənarlarda. Üçbucaqlar mütləq şəkildə olacaqdır bu hissələrdə. Başqa da gördüyünüz kimi bunlar onsuz da ortaq deyil. Çünki bu şəkildə var, bu şəkildə yoxdur. Mərkəzdəki dairə ilə kvadrat da ortaq deyil. Ona görə də onlar da olmayacaq. Yalnız bunlar olmalıdır. Cavabım olur əslində C variantı. Sadəcə burada plus işarəsi dediyim kimi. Yəni bu xəttlə bu xətt hər hansısa bir şəkildə yanlış düşdüyünə görə onları da götürmək lazım idi əslində. Sadəcə səhv düşdüyünə görə onları götürməyimizə ehtiyac yox. Növbəti sualımız 58-ci sual. 58-ci sualda da fırlanmadı yenə. Gördüyünüz kimi sağa doğru 360 dərəcə fırlayım. İlk növbədə mən bunu 90, gəlin saat əqrəbin tərsi istiqamətində fırlayım. Saat əqrəbin tərsi istiqamətində fırlayanda burada xətt var idi onsuz. Biz bunu deməli boz üçbucaq gəlir, sol tərəfə düşür, yəni bu hissəyə düşür. Bu hissəyə də düşəndə bu formada düşəcəkdir. Hansı ki, belə. Ortadan keçən bu xətt yan düşəcəkdir bu formada və buradakı üçbucaq da bu hissəyə düşəcəkdir. Bu hissəyə düşəndə hansı formada olacaqdır? Təbii ki, o da bu formada olacaqdır. Yəni 90 dərəcə fırlanma budur, amma mənə L lazımdır. 90-ı fırladım. İndi 360 fırlamalıyam. Hansı ki bu fiqur. Bu fiquru 360 fırlayanda elə gəlib özü olur da. 360 dərəcə fırlanma bilirik ki, nəyə bərabərdir? Elə 0 dərəcəyə bərabərdir. Burada da cavabımız olur B variantı. Növbəti sualımız 59-cu sual. 59-cu sualda hər bir fiqurun müəyyən bir hərəkəti var. Gördüyünüz kimi burada qara nöqtə sağa doğru bir addım atır. Yenə sağa doğru bir addım atır və sağa doğru bir addım atsa sağ yuxarı küncdə duracaq deyirəm. Sağ yuxarı küncdə nöqtə olmalıdır mütləq şəkildə. A variantından B variantı getdi. Və kvadrat da deməli elə sağ yuxarı küncdə duracaqdır. Onsuz da bütün şəkillərdə sağ yuxarı küncdədir. Nöqtə onun içərisində gəlib durub gördüyünüz kimi. İndi baxıram A nöqtəyə. A nöqtədə sola bir addım atır. Sola bir addım atır. Sola bir addım atanda gəlib elə sol aşağı küncdə duracaq. Onsuz da bütün şəkillərdə elədir. Aha, bir dənə qaldı qara. Qara kvadratda sağa doğru bir addım gedib, yenə sağa doğru bir addım gedib, sağa doğru bir addım gedəndə gəlib burada durmalıdır. Buradan deməli C gedir, D gedir, qalır Y variantı. Növbəti sualımız 60-cı sual. Deməli bu sualda necə olur? Bu sualda 2 dənə kənarlardakından mərkəzdəki alınıb. Və əgər ağların sayı eynidirsə, bir sözlə ağlar ixtisar gedibdir. Sadəcə nələr qalıbdır? Qaralar. 1, 2, 3 dənə qara. Yazıbdır mərkəzə. Amma ağların sayı eyni deyilsə, hansı ki eyni olanlar ixtisar gedib. Məsələn, bu bir dənə ilə bir dənə ixtisar gedib. Yerdə qalan 2 dənəni ortaya yazıbdır. Qaraların hamısını ortaya yazır. Amma ağların məsələn burada 3 dənədir, burada bir dənə. 3-dən biri çıxır və yerdə qalanların sayını ortaya yazır. Deməli burada da bir dənə ağla bir dənə ağdır. Onsuz ağlar ixtisar gedəcək. 5 dənə qaranın hamısı da nə edəcəkdir? Ortaya düşəcək. Yəni ortada 5 dənə qara olmalıdır. Cavabım olur nə? A variantı.